Çində Li avtomobillərdə tökülən yağ. Görürsünüz, orijinal yağ, Shell loqosu ilə. Biz də Li avtomobilində Shell, orijinal Azərbaycanda Shell'in 030-undan istifadə edirik. O gördüyünüz Li avtomobili, o tökülən Shell yağı, Çində tökülən Li avtomobillərinə tökülən yağdır. Gördünüz ki, Shell'in loqosu ilə və biz də Azərbaycanda Li avtomobillərinə eynən zavodda tökülən yağı istifadə edirik. Shell 030 dostlar. Bu yağın tərkibi GTL texnologiyasıdır. Bilirsiniz, Shell'in dünyada 32 dənə zavodu var. Ən böyük zavodlarından biri də Çindədir. Və əlbəttə ki, bizim tökdüyümüz 030 da Almaniyadan gələn, Shell'in Almaniyadakı zavodundan gələn yağıdır. Və Li avtomobillərində Li 7 olsun, Li 9 olsun, ən çox istifadə olunan yağ orijinal Shell 030'dur dostlar. Əlbəttə ki, gözləyirik bütün Li sürənləri, ən keyfiyyətli yağ, motorun içini təmiz saxlayan yağ Shell'in 030 yağıdır və zavodda tökülən yağ Shell'dir dostlar.